Kim Allaha təvəkkül edirsə, Allah ona bəsdir. Buna inanmırıq, işimiz dolaşığa düşür. Vallahi inanmırıq. İnansın, deyən Allah, sənə təvəkkül, getdik. Ağlım bunu kəsir, sənə təvəkkül. Yox. İnanmırıq, onu da belə dolaşığa düşür. Problemə düşür. İnan, düz qərar ver, səhv də ehtimal var, amma ağılla qərar ver, deyən ağlım belə kəsir. Ya Allah, getdi, görək nə olur. Dinin bütün hökmləri asandır, həyat çox asandır. Səhvlərimizlə, etinasızlıqlarımızla çətinləşdiririk. Haram baxış, ondan imtina eləmək çox rahatdır. Amma imtina eləməmək çətindir. Bir şey ki, sən o arzuya çatmışsan, həsrətlə baxırsan, üstünə stres yaradır ruhda. Nə mənası var ki? Güya bir xeyirdən keçdin sən. Güya sənə xeyri olacaqdır. Heç bir mübarizədə sənin xeyrin yoxdur. Sən özü dərd-sərdən qutardın. O baxışın həsrətindən bir ömürlük dərd-sərdən qutardın. Bir dənə gözü o yana çəkməklə. Kimə sənə söyləmələr, bir deyanasan ki, mən sənə görə ilahi. Yox, çətinləşdirəcəydin işi. Heç nə, onsuz da baxanda sənə nə olur ki, bir para belə deyə də, ortada sənin ürəyində o həsrət çoxalır, gerçəkləşmir və içində stres yaradır. Din həm özü rahatdır, həm də rahat edir insanı. Yəni, söz deyim sizə. Məsələn, Ramazan ayından sonra bir haram gəldi sənə tərəf, haram tikə məsələn, haram pul məsələn, ya özünüz yerinə nəyə qoyursunuzsa qoyun. Dinən ki, haram, çıx get buradan. Çıx get buradan, lazım deyilsən mənə, istəmirəm. Haramdan imtina elə, ürəklə, dinən ki, get, istəmirəm səni. 2 qat artıq halal gəlməsə, mənə nə deyirsən dinən. Ona görə də burada zöhd, övliyalıq, sən deyirsən, filan kəs övliyadır. Onlar bilirlər ki, nədənsə keçmək hünər deyil, özvə xeyirdir. Dünyadaykən onun nəticəsini görəcəksən. Və haramı qamarlayıb götürəcəksənsə, başına elə oyunlar gələcək, elə dərdlərə, sıxıntılara düşəcəksən ki, dərhal yox ki, biləsən, bu puldan gəldi. Dərhal deyil axı. Xərcliyir elə bir nuşuzanlıqla gedir, rahat. Nə oldu? Bir dənə də yavaş, da nələr başına gəlmir. Nə imtihanlara düşmür Allah bilir, nə sıxıntılara, çətinliklərə. Əlavə bu bir tikə haram. Bundan imtina eləsəydi, 2 tikə halalı gələcəkdi. Ona görə bir adam sənə desə ki, sən maşallah zahidsən, abidsən, övliyasən, deyən övliya zat deyiləm. 2 vur 2, 4 hesablamışam sadəcə. Xeyrimi, ziyanımı bilirəm.